Belə bax ki, onlar ki, hamısı indi o yaşayışda böyük bir pillələrə və müvəffəqiyyətə yetişiblər, hətmən bir gün təsmim tutublar ki, indidən mən beynimi öz əlimə alıram. Ya beynini öz əlinə alacaqsan və yaşayışını cürrəyəcəksən, ya qorxularla və şəklə zindəcanlıq eləyəcəksən və yaşayışını utuzacaqsan. Bilirsən o adamlar ki utublar, onlarla ki utuzublar nə fərqləri var? O ki utubdu, ehsasatın və içərisin öz əlinə alıbdı və onu özü kontrol eləyibdi. Amma o adamlar ki utuzublar, ehsaslarını eləyə bilməyiblər, kontrol eləsinlər və həmişə utuzublar. Utuzacaq sözlərinə qulaq asıblar. Utuzanların nə halları var, nə enerjiləri vardı. Həmişə təslim olurlar. Utuzanlar həmişə çətinlik olanda dayanıblar və həmişə qaçarlar. Utuzanlar həmişə müntəzirdirlər, oturarlar və dayanarlar, bir yaxşı günlər gəlsin, bir adam gəlsin, onların əllərindən tutsun. Amma heç vaxt bu cür olmayacaq. Amma utuzanlar nə elirlər? Halları olmayanda yenə də işlirlər, yenə də qalxırlar və yenə də təlaş edirlər. Çətinlik olanda hətta çoxdər işlirlər və müqavimət eləyib o çətinliyi keçirdirlər. Bir zat əyan və müşəxəs olmayanda yenə də şəkk eləmirlər, yenə də qabağa gedib və hər qədəm və qədəm qabağa götürürlər. Pəs mənim dostum, indi sən gərək intixab eləyəsən. O birisi yaxşı fikirlərlə olub özün idamə verəsən, ya bu birisi aşağı fikirlərlə beynində olub və utuzasan. İstəyirsən hansı dəstədən olasan? Onlar ki bir ömrü oturub həsrət çəkirlər və deyirlər ey kaş o işi görəydik. Ya istəyirsən o adamların dəstəsində olasan ki deyə gördün elədim, gördün mən müvəffəq oldum, gördün eləyə bildim. Mənim dostum, sənin beynin çox acdır. Amman aclığına zibil vermə, ona enerji ver. Sual buradadır ki, sən beynivə nə qəza verirsən, nə xuraş verirsən beynivə? Onu qüdrətləndirirsən, ya onu zəiflədirsən? Məsələn, sən həmişə o adamların fikirlərinə, ya o adamların sözünə qulaq asırsan ki, heç biri müvəffəq olmayıblar, hamısı ümidləri yoxdur. Onların sözünə baxırsan, o filmlərə baxsan ki, ümid içində yoxdur. Yaxşı, sənin bəs nəticən nə olacaq? Kitab oxu. Televizyon ya əxbar, o naümidçilikləri qoy kənara. Onlar sənin enerjini alacaqlar. Hər gün bir taza bir iş, örgəş. Vaxtını yandırma. Mənim dostum, sənin beynin bir gözəl bağdır. Onun içində ya sən yaxşı bir zatlar əkəcəksən, ya onun içində ərzişsiz gögövərənti əkəcəksən. Sənin bir böyük dağvan vardı, o dağva sənin beynindədir. Şayət deyəsən mənim şəraitim yoxdur və mənə şərait çox çətindir. İmkanatım yoxdur. Amma qoy bir sənə bir söz deyim, o adamlar ki hamısı yaşayışda qabağa gediblər, onlar heç biri yaxşı bir şəraitlə başlamayıblar. Məsələn, Edison 1000 dəfə yerə dəydi, amma yenə qalxdı və axirdə lampı ixtira elədi. Steve Jobs öz şirkətindən, öz işindən eşiyə ötürülüldü. Amma qayıdıb gəldi, Apple-i bir böyük imperatoriyə təbdil elədi. Ya Məhəmməd Əli Keley bir dana yazıq məhəllədə bir balaca qərə uşaq idi. Amma nə oldu? O gəldi, böyük dünyanın boksoru oldu. Bunların hamısı sifirdən başladılar. Heç zatları yox idi. Amma bir böyük zatları var idi ki, heç kəsin onlardan yox idi. Bunların özlərinə imanları var idi. Bunlar ki yaşayışda qabağa getdilər, özlərindən soruşdular ki, əgər mən qabağa getməyəm, nə olacaqdı? Pəs dayanma, qabağa get. Onlar ki qabağa gedib və müvəffəqiyyət pillələrin dana-dana qabağa getdilər, onların fərqləri bu idi ki,
Yerə dəyməyi qurtulmaq bilmədilər. Yerə dəyməyi bir böyük təcrübə bildilər və onunla cinə də qabağa getdilər. Onlar daha bizadı da bildilər. O nə idi? Onlar bildilər ki, öz beyinlərin gərək öz əllərində saxlayalar və heç kəsin əlinə verməyələr və dünyaların əvəzləyələr. Pəs indi nə eləyək? Nə istəsən? İntixab sənin öz əlindədir. Dayanacaqsan ta dünya gözəllənsin və sən ona yetişəsən, ya dünyanı sən gözəlləndirib və özün onu düzəldəcəksən. Bax bir, qərar dəyir bir adam gəlsin sənin dünyanı əvəzləsin. Qərar dəyir sənin ələvi tutsun və səni o yerə aparsın ki, sən istəsən. Fəqət sən özünsən ki, o yeri ki, istəsən özün qalxıb və ora gedəsən. Pəs indi qalx ayağa və hamıya görsət ki, beynin öz əlindədir və nə qədir sən eləyə biləsən ki, həyatını və yaşayışını qəşəhlədəsən.